Qarabağ mətbəxi Aşrafi düyülərinin təqdimatı ilə davam edir. Qarabağ mətbəxində olan plovlardan birini də bugün sizin üçün hazırlayacağım. Zəngilanın gilənarlı plovunu hazırlayacağım. Və təbii ki, Aşrafi düyüləri ilə birlikdə. Aşrafi düyüləri Hindistandan gətirilmiş xüsusi basmati növündəndir. 11-21 basmati standartına cavab verir. Artımlıdır, parıltılıdır, ətirlidir, dadlıdır. Bişdiyi zaman görüntüsü xoşdur, yediyin zaman isə ətri, dadı qədər də ləzzətlidir. Odur ki, siz də bu Aşrafi düyülərindən plovunuzu hazırlayın, ondan sonra o plovun dadından həzz alın. Zəngilanın gilənarlı plovunun hazırlanması üçün mənə lazım olan ərzaqlar çox sadədir və onlar bunlardır. Plovu bişirərkən bir balaca daşıma texnologiyası ilə bişiririk. Yəni, suyunu bir balaca az edirik. Nəyə görə? Onu da birazdan deyərəm. Kənd çorbası ilə bunun dadı, ləzzəti tam olaraq istədiyimiz ətirdə, istədiyimiz ləzzətdə olacaq. Ağa, bəs bu həlimi niyə saxlamısan? Mən bu həlimi ona görə düyünü qatı bişirdim, ona görə daşma kimi bişirdim ki, həlimi az olsun, çox qat olsun və bu həlimi bax, bu toyuğun üstünə töküm. Bu da Zəngilanın gilənarlı plovu. Hazırlayın, dadlıdır, ləzzətlidir, amma Aşrafi düyüləri ilə bişirməyi unutmayın. Çünki artımlı, ləzzətli olan məhz Aşrafi düyüləridir.